Bəli. Hər kəsə salam. 33 yaşım var. Yepyeni ve ilk videoyla karşınızdayım. Ben Murat, Almanya'da yaşayan, Almanya'da Ausbildung edən bir gəncəm. Hər edirik, nə edirik? Hamısını sizə danışacağım. Gedirik Avstriya, Viyanaya, səyahətə, gəzməyə, görməyə. Sizə də çəkib göstərəcəm. Nə edəcəm? Nə gezəcəm, nə edəcəm? Hamısına bu videoda şahid olacaqsınız. Batkisingen Bahnhof'dan gedirik Würzburg Bahnhof'a. Würzburg Bahnhof'dan da Felix Bus'la gedirik Viyana'ya. Artıq evimizdən çıxdıq. Gedirik Bahnhof'a, yine dediğim kimi, bayaq dediğim kimi. Kombinimiz də şık. Fikirləşdim ki, sizə də buraları göstərim biraz. Bura mənim yaşadığım ərazinin böyük bir parkıdır. Luft Parkı, səhv eləmirəmsə, adı belə olmalıdır. Luft Parkı gedir adı. Və çox gözəl yaşıllığı var. Təbii ki, Almaniyadsa yaşıllığı ağla gəlir. Bəli, bu yolu gedirik. İndi xəritə ilə gedib çıxım Bahnhof'a, Bahnhof'dan artıq Würzburg Bahnhof'a yola düşək. 8 saatlıq yoldur Viyanaya. 8 saatlıq yoldan sonra 8-8,5 olmalıdır. 8 saatlıq yoldan sonra Viyanaya çatmış oluruq. Və sonrasından çəkib paylaşacağım. Əli Nətəlbəyev. Bu da mənim dostum. Bu bir heißt Amin. Amin. Ya. Qatarda tanış olduk. Ya. Bəli. Bu Schweinfurtda düşədir. Mən Würzburgda gedirəm. Belə. Çox yaxşı uşaq oxşuyur. Monacodan. Rabatda. Ya, Rabat. Rabatda. Yorgunum. Tabii yorgunum. Yorgunuz baba be. Mutsuz ve yorgunuz. Boş ver. Gayet yorulmadım. Yattım biraz değil. Saat 1'de yukarı gittim. Saat 6'da uyandım. Arada buluştaydılar oldu. Uzun yerde arada uyandım. 4 saat 5 saat yattım demem var. Şimdi Avstriya'nın Prag adlı bir şehri var. Prag'dayıq. Ve artık bu Viyana'dan təxmini 200-220 kilometre uzaklıktadır. Ve Viyana'ya doğru gedirik. Düşme. Ahmet! Bak düşme ha! Ve zaten size göstereceğim her şeyi biraz yoldan görüntüler sizinle paylaşmak istedim. Missing someone is as normal. Missing someone. Süper. Ve bunu da size göstermeyi de isteyelim. Bu da böyle bir şey. Stefan Peter'dan bir heykel formasıdır. Ve gedirik. Custom olmuş, yani pulsuzdur. Gedək ondan zaman girək içinə. Aynen. Bəli. Bu dəqiqə içinə girmiş bulunmaqdayız. Qapını açaq. So these are the really very old cars. And here is the Açdıq. staircase. Və mükəmməliyyət. Missing someone. Much you listen, and you
Görək orada görək nə satılır. Dom shop deyir. Yəni nəsə orada satıla bilər. Burada xristiyanların dini bir məhəbbət yeridir. Bura. Biz almışıq buradan bundan. Belə bir üzüyorlar var. Belə bir şeyler var. Bunlar tam nədir bilmirəm. Belə bir eloklar var. Çantaya taxmaq üçün. Belə bir fincan var ama Mozart. Bəli, Mozart'ın vətənidir bura düzdür. Maraqlı. Çox maraqlı şeyler var. Amma bu dini ritüellara ait bir şeyler diyelim ki bilmirəm tam ismini. Onun için tam məlumat verə bilməyəcəm sizə. Yəni görürsünüz sadəcə ait bir şeyler yani ümid edirəm elədir. Burada bir su kapı var. Bu su kapı çok güzel görünməkdir şeydə. Burada belə bir kimisi tanıdıram. Böyle bir şeyler var. Burada Ausgang yani çıxış. Aynı gang giriş. Ausgang ise çıxış deməkdir dostlar, əziz izləyicilər. Və katedraldan çıxmış olduq. Çox əladır. Yəni insan ömründə ən az bura bircə dəfə də olsun gəlməlidir. Mən düşünürəm ki, mütləq həyatında bir dəfə də olsa gəlməlidir. Bunlar neynirlər burada heç bir fikrim yoxdur. Yəni biz işimizə baxaq. Başka biraz araştırmalar edeceğim. O araştırmalardan sonra Viyana'da daha haralı cəzələrəm. Oraları size göstermeye çalışacağım. Belə bir at var. Şəhər mərkəzində. Yəni belə bir şey görmeniz gayet normaldır. Yəni çox normal bir şeydir. Görən bu neçədir bunun 1 saat gəzintisi. Gezək biraz şəhəri. Yollardan yollardan istediği gelir. Küçələrdə neyse. Bəli, gəzməyə davam edək və siz də mənzərə ilə baş-başa bırakın. Bildiğiniz Amerika. Bildiğiniz. Yani o kadar okuşur ki. Burada böyle mağazalar var. Bunlara bakabiliriz, mağazalara göre ne bileyim. Hiç ucuz bir şeyler taplar. Ha, bu at buradadır. Gelin atı göstereyim size. Bu at çok ayarladı. Was kostet? Wie viel? Aa, kıymet dedi, prosto eşitmedim ya. Bu böyle vereceğim. Her neyse. Video record okey? Bayağı kaldığımız bak. Biz de 5 euro aldık. Burada 5 euro. Böyle bir konu var. Böyle bir. Şöyle de benim. Anladım. Buna hiç dayanmıyor yani 6 euro vermek. Mutfağa ait bir şey de var. Burada böyle bir şeyler var. Çok şey var. Niye de bunlar gördük? Bu da şeyden. 6 euro.
Yine Mozart, yine Mozart. Messi bu. Bakın bunlara. Bu at kurtardı. Bu ne baba? Çok moralı bir şeyler de ne bileyim. Bura mini bir pazar demeyeyim, mağaza satın bir şeyler yapıyorlar. Bir şey de var. Bura noodle yeridir. Burada kış ayakkabılar var. Bakın burada. Ben bu ayakkabılar size göstereyim. Tam ben zövgümce olan ayakkabılardan da. Deməli ki, o demir. Şimdi yine de öz fikrimi bölüştüm sizinle. Burada hanımlar üçün maraqlı makyaj ləvazimatları var. Göstərim bəlkə kimsə tanıyar bu makyaj malzemelerini falan. Yenə də video üçün bura girib sizin üçün göstərirəm. Hanımlar izləyər. Bəlkə istədiyiniz falan nəsə olar. Tester üçün baxın. Libre ətri. Bakın belə mən adlarını bilmirəm bunları. Siz daha yaxşı bilərsiniz. Hanımlarımız yatdığını çıxarmadıq və bu da mən. Bu da belə bir şeylər. Bunların adını heç bilmirəm. Niyə bilim ki, yəni bu normal bir şeydir. Bilməyəm, məncə normaldır düşünürəm. Baxın, burada belə bir şeylər. Bu nədir belə maraqlı bir şey. Hər nəysə. Neyse bu. O 60. 62 euro. 87 euro bu. Bu nedirsə. Bakın böyle bir şeyler de var. Sonra bu nedir belə. O meşhur marka Dior. Sonra bu markanın adını bilmirəm. Bu da böyle bir şeyler. Neyse. Artık çıkma vaxtımızdır bizim. Biz burada vaxtımız bitti. Çok baktık biz. Çok bakma olmaz. Neyse. Burada böyle bir mini şelale. Mini. Büyük değil. Mini şelale var burada. Burada da bu kişinin ayrıysa burada vallahi bilmirəm. Bu da böyle bir şeydi. Yatak cimə. Bunlar da qaçırlar, neynirlər? Allah bilmirəm. Kaykaylar var burada. Gözəl. İstəyir. Kaykaylar qəşəydir əslində. Girib qiymətlərə baxa bilər əslində mağazalara. Yəni mənə maraqlı gəlir belə şeylər. Onun üçün mən baxıram. Tam mənlidir abla. Tam mənli. Amma inanın ki mənə qiymətlər o tür yanır da. Misal üçün birinin qiymətinə baxaq. Misal bunun qiymətinə baxaq ki, nədir? Bu qiymətlərdə yazır. Bundan mən soruşaq. Alo. Raskası das? Ne bilsə? Evet, evet. Ha, 69. 49 euro. Pis değil. Kaşe normal. 49.90, 50 euro diyeyim. 50 euro pis değil aslında. Belə mən düşünürəm. Original Campus. Original Campus var burada. Bu kampusu alsam indi başta deyərəm ki, qaşımız şeydən gelir də, yəni biraz normal. Bunlar başda bildiyim qədərilə 30-35 arasıdır. Yəni bahadır, düz deyə orijinallar təbii ki yox. Orijinallar o qiyməti ala bilməz zaten.
Aa, burada belə maraqlı bir şey. Bunu dostlarımdan birini ala bilərəm. Burada da belə. Əslində mən də pis şey yeməmişəm ha. Hər neysə. Mənə də ayaqqabılar göstərim. Bura xanımlara aid bir reyon deyil. Bura ancaq kişi malları. Ancaq oğlan malları belə deyil. Ama su kapları. Bu da su kapları var. Bu da su kapları. Kaç butulka içesin var. Burada askılar var. Bu askılar ayrı mesela. Mesela askı yol bir bana. 17 euro. Mesela bu 17 eurodur. Kıymetini gösterir. 17 euro. Bence pis değil aslında. Yani Viyana'nın tam merkezinde olan bir yer için gayet uygun bir qiymətdir. İndi isə küçələri sizə göstərim. Bura Viyana'nın yəni katedralın, oradan bu katedral o sarı şey görürsünüz. O katedraldır. Yani görünür katedralın. Bura isə sıradan bir məhəlləsidir. Ve Viyana, bildiğiniz Viyana. Düzdür, mən də yeni dəfə gəlsəm də dostlar, tanışlar YouTube'dan vesayet biraz araştırma eləmişəm. Yağış yağır. Yağış yağdığı üçün də CLH 43 kuryer. Bunu göstərməliyəm. Bunu göstərməsəm özümü pis hiss eləyə bilərəm. Bu maşını görürsünüz, Porsche'dir. Bildiğiniz kimi Almanya'nın, Azerbaycan neydi? Avstriyanın rəsmi dili Alman dilidir. Yəni bunu bəlkə də bilirsiniz. Burada Alman dili bilən çox rahatlıqla gəlib istirahat eləyə bilər əslində. O qədər də şey deyil. Var Taycan. Şanato. Bitəcən. Burada da belə maşınlar var. Bu səhv eləmirəmsə Aston Martin'də düzdür. Maserati bildim, Maserati deyil ama. Burada böyle bir şeyler. Ne tersin? İyi, sen nasılsın? Ben Türk'üm. Turlayalım o zaman. Atla. Tamam. Nasıl? Tamam. Aha. Turist misin? Evet. Ben çantamı çıkarayım da. Oğullarım. İyi. Ben Almanya'da yaşıyorum. Ausbildung bilirsin o zaman. Ne Ausbildung yapıyorsun? Otel fachman olarak. Eyvallah. Avusturya'da Onur abinin arkasındayız. Porsche Taycan değil mi? Porsche Taycan'dayız. Aslında Taycan. Taycan. Yani Türk kelimesinden geliyor. Taycan biliyorsun değil mi? Tay yani at. Aha. Can. İyi. Taycan. Bu da videoya bir güzellik attı. Aslında yaxşı oldu. Sağ olsun, karşımız yere sanmadı. Eyvallah. Düşünürəm ki, bayaqçı Onur, oha qardaş, sən ne yapıyorsun? Siz Allah bunu, ola. Eşidin səsini. Partlasın. Hər neysə, gedirik Hofburg sarayına. Hofburg sarayı Viyana'nın məşhur yerlərindən biridir. İnternetdə araşdırma elədim. Viyana'nın məşhur yerlərindən biri. Buranı çəkməliyəm. Buranı mütləq çəkməliyəm.
Burada bir markadır. Golden Ghost. Golden Ghost markası. Bu da bir gözəllik. Bu gözəlliyi necə çəkməyəsən? Mənə deyin görüm. Bu gözəlliyi necə çəkməyim? 3 dənə gözəl ard-arda dayanıb. Gəl bu gözəlliyi çəkmə. Bu heç. Bu başa düşdü. Bu da heç. Abi bu. Bunu ben Almanya'da görürdüm. Almanya'da var bunlardan. 2-3 tane görmüşüm. Bu da Galek bildiğimiz C kasa. C63. Özüm sustum ki o mənzərəni, o səsi eşidəsiz. Bəli. Bu video dəhşət uzun olacaq ha. Yəni bu videonu elə düzəldəcəm. Çox dəhşətizm bir şey olacaq. O maşın, o Taycan çox qəşəng tema oldu orada. Sağ olsun Onur abi. Buradan ona təkrardan təşəkkürlərimizi bildiririk. Qırmadı bizi. O həyat yoldaşını gözləyirdi. Həyat yoldaşını gözləyirdi ki, yəni hardansa götürsün. Həyat yoldaşını gözləyən kim də bizi gəzdirdi. Bir iki kuru qatdırdı, sağ olsun. Hələ saat akşam 22'ye kimi buradayım. Sabaha kadar buradayız. Sabaha kadar. Sabaha kadar buradayım bugün. Sabaha kadar buradayım. Bizim zibil maşınında gəlib bura zibilləri yığır. Bəli, xəritəyə baxırıq və düz gedirik. Buranı dümdüz, bu yol var ha. Bu yolu dümdüz gedirik. Rolex gördüm ben orada. Ben orada Rolex gördüm. Ve bizim de oraya girmez miyiz? Tabii ki gireriz. Giorgio Armani. Məşhur markaların birləşdiyi bir yer. Belə deyim sizə. Bura çox gözəl məhəllədir. Və Rolex'in qiymətlərindən mütləq baxın, təbii ki. Ayıbdır ki. Bir Armani qiymətlərinə baxa bilərik əslində. Amma bura qadınlar üçün deyir, bura qadınlar üçün, kişilər üçün deyil axı. Qadınlar üçün, neysə. Gedirik Rolex qiymətlərinə baxmağa. Əsas məsələyə gəlirik. Hofburg sarayı. Hofburg sarayı. Mən bunu indi bildim. Ve indi bildiyim üçün gəldim. Yoxsa bilməsəydim bu gözəlliyi görmədən çıxıb gedəcəkdik. Missing someone. Bilirəm ki, adı Hofburgdur. Bura nədirsə, belə maraqlı yerlər oxşuyur. Bəli. Buranın tarixi haqqında heç bir fikrim yoxdur. Çünki mən buranı indi Almanya, Avstriya gələndən sonra bildim ki, burada belə yer var. Amma siz daha yaxşı araşdırıb daha çox məlumata sahib ola bilərsiniz. Və bura gəldikdən sonra daha çox məlumatlı şəkildə gələ bilərsiniz. Raiffeisen Bank. Schön. Belə bir böyük ihtimal kilsədir. Gəzməyə davam edirik. Hələ maraqlı şeylər olacaq. İndi isə gedirik Albertina muzeyinə. Bu muzeydə Picasso, Dürer səhv eləmirəmsə, bu kimi sənətçilərin sənət əsərləri yer alır. Və bu sənət əsərləri ne görməyə gedirik. Görək necədir bu sənət əsərləri, nədir belə? Bu nədir bundakı sir ki bütün dünyaya məşhurdur? Sadəcə bu maraqlıdır ki, niyə? Görək. Kino proqram. Bura həm də kino mərkəzidir, səhv eləmirəmsə. Səhv etmirəmsə, kino mərkəzidir, həm də muzeydir. Bax, Instagram səhifələri də var burada. Aha, sosial media hesabları da var. Və gördüyünüz
uzaqdan daha aydın görünür. Yazıb Leonardo Albertina. Albertina maraqlı. Gedək çataq, içərini görək necədir. Biletimizi aldıq dostlar. 18 yaşım olduğu üçün, yəni tamam olmadığı üçün, tamam olmadığı üçün mənə dedi ki, sənin bilet pulsuzdur. Bəlkə pulsuz bilet aldıq. Normalda 16 eurodan başlayır. Və çantam da böyük olduğu üçün dedi, çantanı bura yerləşdir. Biz də yeni çantamızı bura yerləşdirəcəyik. Bura boşdur. Bura boşdur. Tamam, bura qoya bilərik. Çantamızı bura yerləşdirək. Yerləşdi bura. Ben bura gəldim, buranı. Buranı belə. Ben baxayım. Hallo. Hallo. Danke sehr. Güzel. İçeriye girdik. Leonardo mən ancaq göstərəcəm sizə. Baxın. Artıq aşağıya. Mativon. Plan zəhmət olmasa oxuyun. Here on solution the plans is space protected. Evet, bu da bir sənət əsərindən biri. Almanca və ya ingiliscə bilənlər bunu daha yaxşı oxuya bilər. Almanca bilirəm, prosta indi bunu oxumağa vaxt yoxdur. Ya da ingiliscədir. İngiliscə oxuyub məlumat ala bilərsiniz. Matthew Wong haqqında hekayə və ya məlumat hər nəsə. Matthew Wong və ingiliscə şeydir. Sənət əsərlərinin yəqin ki zamanlarıdır. Daha yaxında göstərim. Açıdan göstərim. Bəli. Bu da sənət əsərlərinin ya. Çox məlumatına ehtiyac yoxdur. Belə bir sənət əsəridir. Çox düşündürücü bir şey. Yəni adam baxanda nə fikirləşə bilər? Mən baxdım, bir şey fikirləşmədim. Mənim üçün sənət sadəcə göz oxşayan, göz yormayan bir şey olsun. O mənim üçün sənətdir. Baxın, bu da belə bir şeydir. Yəni, məsələn, bu çox göz yoran bir şeydir. Məsəl üçün. Amma bu göz yormur. Məsələn, bu göz yormur. Bax, bu da. Yəni, bir şey ki, bu da göz yormur. Şəkillərə daha aydın baxmaq istəyən videonu dayandırıb, daha yaxından yaxınlaşdırıb baxa bilər. Məsələn, dayandırın videonu, baxın, yaxınlaşdırın, sonra videoya davam edin. Bir də həmin deməyim, başqa şəkildə, həmin neydi? Nəysə.
da bir şəkildir. Böyük ehtimal bu təbiətə oxşar bir şeydir. Ya təbiət təsvir edən bir şəkildir. Bu da böyle bir şey. Tam adını bilmirəm. İndi məlumatım olmaq üçün şəkillərə fərqli müraciətlər edə bilərəm. Düşlər demiş, kusura baxmayın. Şəkil hoşuma gəldi. Bu şəkil də pis deyil, qəşəng şəkildir. Mesallar şeydi. Bu arada seçimleri. O ne tutan seçim. Yani bunun bir adı yoktu mesela. Bu böyle bir şey. Belə bir əsərdir. Ha? Belə bir əsərdir. Bu da həmçinin bunlar hamısı Matthew Fogg'un əsərləridir. Matthew Fogg haqqında daha ətraflı məlumatı sosyal medyadan araştırarak deneyerek tapa bilərsiniz. Bu da bir Matthew Fogg'un bir sənət əsərindən biridir. Bu tablonun baxın qıraqları xoşuma gəldi əslində. İlk əsərdir ki, ilk əsər deyil təbii ki. İlk əsərdir ki, belə qırağı olan xoşuma gəldi. Çoxunun qırağı çox sadədir, bildiniz necə? Sadə olduğu için çok hoşuma gəldi əslində. Yoxsa belə normal da şey, skopdur. Labirent kimidir ya, qutarmır. Allah etdim sənə. Baxın. Qutarmır. Almanya bayrağına oxşadı. Daha sənət əsərindən bir dənəsi. Həmin muzeyin içində belə bir məsələn stəkan var. Qiyməti 17 euro. 17 euro. Təbii ki, bahalıdır. Sən Pablo'nun belə bir sinəyə taxılan pini fərq etməz. 10 euro. Sən nokta belə bir şeydir. 12 budur. 17 budur belə olan 90. Mən söylə. Taşı, çanta. Neçə? 7 euro. Kitablar. Məsələn, bu kitabı bahalı. 13 euro. 13-30 daha doğrusu. Belə bir əsər fason bir şey. 3.30 məsələn. Qiymətlərdən baxın. 25 euro. 25 euro. 25 euro ne kardeş? Böyle bir paket formalı 25. Bu da həmçinin 25 eurodur. Bəli. Bu da bayaqki pinin başqa formasıdır. Vincent. Bu da 10. Bu stəkan düzü xoşuma gəldi. Bu stəkan. Amma çox bahadır. Gördüğünüz kimi 17 euro. 17 euro çox bahalıdır qardaşım. Təbii ki, Avropada belə küçələrdə belə satışlar bilmirəm, adət mi deyim, nə deyim, belə maraqlıdır.
Was kostet das? Geld. 10 euro? 10 euro da? 10 Euro. Ha. Gräber 15 Euro. Gräber 20. Böyle bir şeyler var. Immer für ein Paar. Ich mal 2 Euro. Dankeschön, ciao. Bitte, ciao. Aa, burada bu çölüne belə bildiyiniz bilirsiniz və şeydə bunları. Belə qızıltısı şeylər də var. Das ist sehr interessant. Ja, Aha. Das ist sehr alt. Ja? Alt. alt. Ja? Ja, halbwegs. Kommt drauf an. Was? Kommt drauf an, das ist älter. Aa, schön. Das ist französisches Frank. Aa, Französisch, da. 1 Euro ein Stück. 1 Euro. 1 Euro. Das ist ein römischer, das ist 5 Euro. Und das? Das ist halt gemischt. Normalerweise würde ich sagen 1 Euro, es sind halt auch 2 Pfund dabei. Die würde ich dann so. für 2 Euro rausgeben. Aber das ist normalerweise 1 Euro. Das ist auch Französisch? Na, das ist Englisch. 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 Ja, Engländer. Ja. Ach 50 so. Pence. 50 Pence. Ja. Aa, sehr schön. Dankeschön, sehr schönen Tag. Jedenfalls. Aa, çox maraqlıdır da, Murat. Mən o ümumiyyətlə bu belə xarici şeylərə çox marağım var. Başladınız necə? Bax məsələn. Baxın indi sizə göstərirəm. Mən bunların çox adını bilmirəm. Məsələn bunu evin girişinə asmaq olar. Bax misal üçün. Bax bunlar dekorativ olaraq ev bəzəməyə yaraya bilər əslində. 7 euro məsələn. 11-i 7 euro. Burada da belə maraqlı şeylər var. Figurlar var. Kilitlər, bu kilitlərdir. Kilitlər. O. Videonu bize? Bitte? Ja? Ja. Schön. Was? 75 euro, Du musst 120 euro kimidir. Bak bunların hamısı Was ist das für was? 75-120 arasıdır. Euro. Du bist der Musiker, was redest du? Bu şey belə deyim, qızıl zinət əşyalarıdır, bildiniz mi bizə? Burada belə bir boş bir alandır. Burada qurublar. Burada öz bəlkə də onlar kolleksiya kimi yığıblar, sonra satırlar mı? Heç bir fikrim yoxdur, amma çox gözəldir işte. Bunlar Bakıda var ama. Ha, bunu yəni görmək normal şeydir burada. Ya bildiniz ha? Bunlar zaten normal şeylerdir. Yani adam vecdən bir də, bildiniz ha? Adam yaşayır çünki zaten. Baxın, əslində Avropada ən çox xoşuma gələn şey, məsələn, mən video çəkirəm də, heç kim mənə gəlib demir ki, videonu dayandır, olmaz. İstənilən yerdə, ha, yəni bu marka yerində bir dənə olur. Küçədə kimsə sənə gəlib deyə bilməz ki, ay insan, ay Avstraliya, ay xarici, sən çəkmə video, olmaz. Heç kim deyə bilməz, çünki heç kim izlədiysə deyirsən. Bu əslində çox yaxşı bir şeydir. Bir tərəfdən də yaxşı bir şey deyil. Uzun temadır, bunu danışmağa dəyməz. Vaxt itkisidir, bildiniz necə? Biz hardan gedirdik? Biz indi gedirik qardaşlar, əzizlər, xanımlar, cənablar. Gedirik parlament binasına. İndi bir də mən xəritədə baxım, yenidən geriyə qayıdıram. Bu da Feuerwehr, yəni yanğın söndürən maşınlarıdır. Almaniyada da belə bunlardandır, eyni bunlardandır. Səhv etmirəmsə bunlardan onlar. Baxın, həminki maşından yenə biri erir. Range Rover. Bura nədir belə? Heç bir fikrim yoxdur. Bilən varsa zəhmət olmasa məlumatlandırar həm məni, həm bu videonu izləyənləri. Bura heç
bura boş şeydi. Bana gösterməsin bunlar. Bu maşını görürsünüz ya. Bu maşını. Gəzirlər baxın. Burada yəni videoda gördüyünüz kimi videonun ya irəliləyən ya əvvəlki saniyə dəqiqələrində görəcəksiniz. Atda gəzirlər. Göstərdim mən onları sizə. Gösterdim onu size. İnşallah bakarsınız ya da bakmışsınızsa da öyle. Bilmirəm videonuzu quraşdıracağam. Böyük ehtimal sırayla quraşdıraram. Sırayla quraşdırsam deməli videonun əvvəlki saniyələrində siz ona baxmış olacaqsınız və ondan məlumatınız olacaq. Bu mənim ilk videomdur və ilk videonu Viyanada eləmək yaxşı bir şeydir düşünürəm ki. Əslində mənim bir YouTuber olma kimi bir xəyalım var idi. Çox şükür Allah Avropada ilk videonu çəkməyə qismət elədi. Bu da mən nəysə çox özümü göstərim. Bəli, Almaniyada həmin kimi Almaniya deyirəm yəni. Avstriyada həmin kimi işlər, güzlər qutarmır. Yol necə deyirlər. Yəni yəqin ki, bu ehtimal bura asfalt çəkilir. Qutarmır. Almaniyada da belədir. Bir yerə başladılar, yox. Məsələn, mənim yaşadığım ərazidə Batkeseniya şəhərində bilənlər ilacı çıxar. Würzburga yaxın bir yerlərdir. Qanun kesini çəkmək. Würzburga yaxın yerlərdir. Yerdir daha doğrusu. Schweinfurt tanınan bir şəhərdir. Bilənlər bilir. Hər nəysə. Deməli, yalan olması 2 həftədir. 3-cü həftə bəlkə də olar. Asfalt çəkirlər, asfaltı sökürlər, təzədən düzəldirlər. Qutarmaq bilmirlər. Əslində bu yaxşı bir şeydir. Siz necə? Niyə? Səbəbini deyim sizə. Səbəbi odur ki, keyfiyyətli çəkirlər işlərini. Təsəvvür edin, bir dənə asfalt çəkəcəklər. Elə məsələn, bax, buradan ora kimi asfaltdır təxmini, hələ balaca olar. Ortada belə göstərdiyim kimi. Yəni, hardasa deyim sizə. 2-3 maşın nə qədər işçi tökülüblər, işləyirlər orada. Bizdəz necə? Yəni, bu normaldır. Bizdə təbii ki, normal ola bilməz. O, maşın şeymiş, maşın çəkim. Bu modeli ilk dəfə görürəm. İçini çəkmək, imzamatın şəxsi şeyləri olar içində, o olmaz. Mən biləm, qadağan da olar çəkmək. Bir səhv gedirik. Deyəsən, səhv gedirik. Dəmir xəritəyə baxım. Almışam mən birini düzü. Amma baxmağa dəyər məncə. Baxın, bunu deyirdim sizə. Baxın, bunu deyirdim sizə. Şəhərdə atla gəzən insanlar görə bilərsiniz, yəni. Bu çox normaldır Avstriyada. Başqa hansı şəhərlərdə var bilmirəm. Baxın. Çox gözəl modeldir. Bu model çox xoşuma gəlir. Bəli. İndi buranı göstərirəm. Viyana 7 euro. Bunun məndə Lipa'nın Azərbaycan versiyası var. Azərbaycan versiyası var. Qəşəng pis deyil. Mən göstərirəm sizə. Baxın. Mən deyəsən mən bundan almışdım deyəsən. Baxın bundan. Səhv etmirəmsə. Göstərirəm birazdan onu sizə. Amma çox gözəldir. Baxın, bunlar falan çox gözəldir. Baxın. Bunlar bu mənim daha çox xoşuma gəldi. Amma onu sonradan gördüm ki, alandan sonra. O daha gec idi. Başa düşdünüz? Onun üçün almaq gec oldu. Not all, please. Ne? Not all. You have a photo is okay. Not all. Okay. Okay. Oh, danke schön. Sehr schön, Tag. Elə bir yiyəcəm. Neyse. Hara? Buradan gələcək o yana. Tamam. Bu da bir qəribə geyimdir. Yəqin ki, dini bir geyimdir. Böyük ehtimalla.
növbəti səyahət edəcəyim ölkəni. Hələ şurada bu. Velosiped yoluna girmişəm. Görmədim. Nəysə. Buradan gelirdik. Ha, buradan. Kafe Central. Kafe Central buradadır. Kafe Central, Kafe Central. Yoldan çıxaq. Neyse, qabaqda bir yeri var. Değerli işte dostlar, videonun sonuna geldik, çatdı. Beğendiyse beğenmeyi, beğenmezse dislike atıp ve komentarda fikirlerinizi bildirmeyi unutmayın. Ben de Bağzaldayım. 2 saat, 3 saat sonra Taran yola düşür. Qatarla avtobus. Gedirəm evimə işimə. Növbəti səyahətlərdə, növbəti videolarda, vloglarda görüşənə qədər sağ olun, sağ olun.